Salam olsun hər kəsə. Demək uşaqlar, bu günləri sizinlə biologiya 2023 test toplusundan həzm sistemi və maddələr mübadiləsinin 50-yə qədər olan hissəsinə baxacağıq. 50 dənə suala baxacağıq. Növbəti izahları da çalışacağam ki, yaxında çəkim, sizlər üçün paylaşım. Başlayaq birinci sualda. Birinci sualda bizə deyir ki, yetkin insan kəlləsinin alt çənə sümüyündə normal halda neçə dənə diş yuvası olur? Uşaqlar, biz ümumiyyətlə bilirik ki, normal halda ağızda 32 dənə diş yuvası olur. Onun 16-sı üst çənədə, 16-sı alt çənədə olur. Deməli, burada cavab nə olacaq? D variantı olacaq. Baxırıq ikinci suala. Həzm sisteminin hansı şöbəsində orqanizmə daxil olmuş suyun əsas hissəsinin sovrulması baş verir? Uşaqlar, biz bilirik ki, suyun əsas hissəsinin sovrulması əsasən yoğun bağırsaqda gedir. Burada da cavab C variantı. Üçüncü suala baxaq. Həzm sisteminin hansı strukturları qidanı yalnız fiziki dəyişikliyə uğradıb həzmi asanlaşdırır? Uşaqlar, biz bilirik ki, ağız boşluğunda olan dişlər qidanı fiziki mexaniki dəyişikliklərə uğradır. Yəni qidanı əzərək xırdalayır. Cavab burada B variantı. Dördüncü suala baxırıq. Yetkin insanın ağzında maksimum neçə dənə böyük azı dişləri vardır? Uşaqlar, biz bilirik ki, böyük azı dişlərinin, məsəl üçün, üst çənə sağ hissəsində 3 dənə, alt çənə yəni üst çənə sağ hissəsində 3 dənə, sol hissəsində də 3 dənə. Yəni 3 sağda, 3 solda nə qədər edir? 6 dənə. Aşağıda da eyni qayda ilə 3 sağda, 3 solda nə qədər edir? Bu da 6 dənə. Ümumiyyətlə cavab burada, yəni 12 dənə. Yəni A variantı. Biz ümumiyyətlə bunu burada indi mən çəkə bilmirəm, yoxsa ağız boşluğunda olan dişləri çəkib göstərərdim. Bax, məsəl üçün, burada ağız boşluğunu çəksək, hara gəlib çıxdıq? Hə, ağız boşluğunu çəksək, bax, üst çənədən danışıram. Bax, 3 dənə olur nə? Böyük yazı diş olur. 2 dənə sağ hissəsində kiçik yazı diş olur. 1 dənə köpək diş olur. 2 dənə də kəsici dişlər olur. Eynən də sol hissəsində də bu qayda ilə. Yenə də 3 dənə böyük yazı diş, 2 dənə kiçik yazı diş, 1 dənə köpək dişi, 2 dənə də kəsici diş. Yəni görürük ki, burada böyük yazı dişlər 3 dənədir, kiçik yazı dişlər 2 dənədir, köpək dişi sol hissədə məsəl üçün və yaxud da sağ hissədə fərqi yoxdur. 1 dənədir. Kəsici dişlər də 2 dənədir. Eynən də məsəl üçün bu olsa üst çənənin sol hissəsi, eynən də bu qayda ilə və bu sayda sağ hissəsində də bu qədər dişlər olacaq. Bunları da saysaq, məsəl üçün burada 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə də məsəl üçün bu sağdırsa, 8 dənə də solda olsa nə qədər eləyəcək? 16 dənə. Ümumiyyətlə 16 dənə üst çənədə dişlərimiz var. Bunu istədim belə ətraflı izah edeyim ki, başa düşəsiniz. Baxırıq, deməli 5-də nə oldu? 5-ə baxırdıq. Bizə kiçik yox, 4-ə baxırdıq. Hə, deməli 5-də də 4-də oldu, maksimum necə böyük azı dişləri oldu? 12 dənə. 12 dənə. Yəni 6 dənə üstdə, 6 dənə də altda. Yəni sağ sollarda bir yerdədir. 5-ci suala baxırıq. 5-də deyir ki, yetkin insanın ağzına maksimum necə kiçik azı dişləri vardır. Eynən də kiçik azı dişlər. 2 dənə solda, 2 dənə sağda. Nə qədər elədi? 4 dənə. 4 dənə də aşağıda. 8 dənə. 5-də də cavab D variantı. 8. 6-cı suala baxırıq. Yetkin insanın ağzında maksimum neçə kəsici diş vardır? Ağzında deyir artıq ümumiyyətlə. Yəni üst çənədə də deyir, alt çənədə də deyir. Kəsici dişlərimizin də üst çənədə sayı 8, üzr istəyirəm. Üst çənədə sayı 4, alt çənədə sayı 4, ümumilikdə isə 8 eləyəcək. 6-da cavab C variantı. 7-yə baxırıq. 7-yə baxırıq. Həzm kanalının hansı hissəsi xlorid turşusuna əməl gətirir? Mədə, biz bunu bilirik. 8-ə baxırıq. Ağız suyu vəzlərinin fəaliyyətini tənzimləyən mərkəz baş beynin hansı şöbəsində yerləşir? Uzunsov şöbəni biz danışanda haqqında demişdik. 9-a baxırıq. Bunlar əzbər bir şeylərdir. Ona görə bunların üstündən keçirəm. Yəni bunları əzbər oxumalısınız. İnsanın həzm kanalının hansı şöbəsində xovlar vardır? Nazik bağırsaqda, hətta santimetrikubda 2500-ə qədər xovlara rast gəlinirdi. Öd. Hansı orqanda sintez olunur? Qaraciyərdə. Yəni öd qaraciyərdə sintez olunur. Vaxtları əsasən 12 barmaq bağırsağa açılır. Qaraciyər. Onda oldu D variantı. Baxırıq 11-ə.
11-ə baxırıq. Karbohidratların parçalanması insanın həzm sisteminin hansı şöbəsində başlayır? Uşaqlar, mən birinci sual idi, bilmirəm ikinci sual idi. Dedim ki, karbohidratların parçalanması qismən ağızda baş verir. Yəni ağız boşluğunda baş verir. Qida ağızda həm mexaniki, həm də ki qismən də kimyəvi dəyişikliklərə uğrayır. Yəni ağız boşluğunda 11-də A variantı olacaq. İnsanda həzm prosesi və maddələr mübadiləsi nə cür tənzim olunur? Uşaqlar, ümumiyyətlə həzm sistemi olsun və yaxud da hər hansısa bir sistem olsun, bunun tənzim olunması həm sinir, həm də humoral yolla baş verir. Yəni B variantı olacaq. 13-ə baxırıq. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə az diş vardır? Uşaqlar, deyir ki, üst çənəsinin sağ hissəsinin üst çənəsinin sağ yarısında neçə azı diş vardır? Burada azı dişi ümumiyyətlə soruşur. Yəni burada soruşmur ki, neçə böyük azı dişi vardır, neçə kiçik azı dişi vardır. Burada azı dişləri ümumiyyətlə soruşur. Yəni 3 dənə böyük azı dişidir, 2 dənə də kiçik azı dişidir sağ tərəfdə. Bax, burada da şəklini çəkmişəm konkret. Bax, burada 3 dənə böyük azı dişi, 2 dənə də nə olacaq? Kiçik azı dişi olacaq. Yəni burada cavab toplayacaq, D variantı eləyəcək, 5. 14-ə baxırıq. İnsanda öd hansı orqanda sintez olunur? Uşaqlar, biz bayaq da dedik ki, öd qaraciyərdə sintez olunur. Mədədə xeyir, yoğun bağırsaqda xeyir, 12 barmaq bağırsaqda xeyir. Sirroz xəstəliyi əmələ gələn orqanda. Bəli, sirroz xəstəliyi əsasən qaraciyərdə əmələ gəlir və qaraciyərin belə deyək də, əsasən orada toxumaların degenerasiyasından və yaxud da sirroz xəstəliyi əmələ gəlir. Bu da əsasən spirtli içkilər, pis vərdişlər zamanı yəni meydana çıxan bir xəstəlikdir. Narkotikdir, spirtli içkilərdir və s. 14-ə dedik D variantı. 15-ə baxırıq. İnsanda 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşan fermentlər harada sintez olunur? Uşaqlar, bu əsasən mədə-altı vəzidə sintez olunur da. Ödün təsiri ilə belə deyək də fəallaşan fermentlər. Hansı fermentlər idi onlar? Əsasən lipaza idi, amilaza idi, tripsin idi və s. Baxırıq, dedik neçəyə baxdıq? 15-ə baxdıq. 15-də dediyi nə oldu? 15-də oldu A variantı. 16-ya baxırıq. İnsanda bağırsaq xovlarının divarının səthi hansı toxuma təşkil edir? Əlbəttə ki, bir qatlı epitel toxuması təşkil edir. Çünki burada artıq mübadilə baş verir. Yəni mübadilə rahat olsun deyə. Yetkin insanda 17-yə baxırıq. Normada hansı dişlər bərabər sayda ola bilər? Uşaqlar, bərabər sayda hansı dişlər ola bilər? Bərabər sayda burada başlayaq A variantından izah eləyə. Kiçik azı dişləri. Kiçik azı dişləri nə qədərdir? 4 dənə yuxarı, 4 dənə aşağıda. 8 dənə. Köpək dişləri nə qədər? 4 dənə. Deməli, bunlar bərabər deyil. B-yə baxırıq. Ağıl dişləri hər çənədə, yəni 2 ədəddir. Üst çənədə də 2 ədəddir, alt çənədə də 2 ədəddir. Kəsici dişləri isə ümumiyyətlə üstdə 4-dür, altda 4-dür. Yəni ümumiyyətlə 8 dənədir. Bunlar da deyil. Baxırıq C variantına. Köpək və kəsici dişlər. Köpək dişlər bilirik ki, 2 dənə yuxarıda, 2 dənə aşağıdadır. Kəsici dişlər isə ümumiyyət 8 dənədir. Bu da deyil. Baxırıq, kəsici və böyük azı dişlər. Kəsici dişlər 8 dənədir. Böyük azı dişlər 12 dənədir. Baxırıq E variantına. Köpək dişlər 4 dənədir. Ağıl dişləri də üst çənədə də 2 dənə, yəni sağ və sol hissəsində, alt çənədə də 2 dənə, sağ və sol hissəsində. Yəni burada cavab E variantı olacaq. 18-ə baxırıq. Yaşlı insanda normada sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? Məsəl üçün, yaşlı insanda normada dedik ki, sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? Ən az olan dişlərimiz hansılardır? Köpək dişlərində sayı 4 dənədir. Kəsici dişlərimizin sayı 2, 4, 8 dənədir. Böyük azı dişlərimizin sayı 12 dənədir. Kiçik azı dişlərimizin sayı 8 dənədir və s. Ən az olan yəni köpək dişləridir, 4 dənədir. Bunların da sayının belə deyək də, böyük azı dişlərin sayından 3 dəfə azdır. Yəni böyük azı dişlərin sayı 12 dənədir. Köpək dişlərinin sayı da 4 dənədir. Yəni böyük azı dişlərinin sayı belə deyək, köpək dişlərinin sayından 3 dəfə çoxdur. Aydın oldu necə? Yəni burada cavab 18-də Y variantı. 19-a baxırıq. 19-a baxaq. Hansılar həzm vəzlərinə aiddir? Uşaqlar, həzm vəzlərinə aid olan belə deyək,
Baxırıq variantlara. Hipofiz getdi. Burada həzm vəzlərinə aid olan B-də tərc etdi. C-də elə C variantı tüpürcə idi, mədə-altıdır, bağırsaq vəzləri və s. 20-yə baxırıq. İnsanın həzm sistemi orqanının xəstəliyidir. Bayaqla dedik, qaraciyərdə sirroz xəstəliyi əmələ gəlir. Yəni 20-də cavab B variantı. Sirroz hansı sistemin orqanının xəstəliyi ola bilər? Yenə də həzm sisteminin 21-də C variantı. 22-yə baxırıq. 22-yə baxırıq. Deməli 22-də deyir ki, yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı. Bir dişlə qonşu olan dişlərin sayı belə deyək də, axırda böyük azı dişlərdir. Yəni lap sonuncu böyük azı dişi bir dişlə qonşudur da. Ondan o tərəfə diş yoxdur. Yəni 1 sol tərəfdə üst çənənin sol hissəsində, 2 sağ hissəsində, yəni 1 2, altda da yenə də 2 dənə, ümumiyyətlə 4. Yəni burada A bərabər oldu 4-ə. Bir dəqiqə. Yəni A oldu 4. Öz diş qrup növü ilə qonşu olmayan dişlərin sayı köpək dişləridir uşaqlar. Yəni köpək dişləri məsəl üçün üst çənənin sol hissəsində bir dənədir də, yəni öz dişlərin növü ilə qonşu deyil. Bu tərəfdən kəsici dişlərlə o tərəflə əsasən kiçik azı dişləri ilə qonşudur. Yəni öz diş növü deyil bu. Eynən də sağ hissəsində. Yəni ümumiyyətlə bunun da sayı 4 ədəddir. Burada da bizdən A ilə B-nin cəmini istəyir. 4 eləyir 8. 23-ə baxırıq. Aşağıda göstərilən maddələrdən hansıları həzm olunmadan mənimsənilir? Uşaqlar, həzm olunmadan mənimsənilənlər əsasən vitaminlərdir, mineral duzlardır. Bunlar yəni əsasən qəbul olunduğu kimi mənimsənilir. C variantı. 24-ə baxırıq. Həzm kanalından kənarda yerləşən, lakin axarları həzm kanalına açılan qarışıq sekreziya vəzisi göstərir. Uşaqlar, burada da cavab əsasən qarışıq sekreziya vəzləri nə olacaq? Mədə-altı vəzi olacaq. Həzm, belə deyək də, kanalından kənarda yerləşir. Burada əsasən böyrək üstü vəzisi aid deyil buna. Çünki bunun axarları, belə deyək də, həzm kanalına açılmır. Qaraciyərdə, belə deyək də, aid deyil. Yəni burada cavab olacaq Y variantı. 25-ə baxırıq. Deməli, 25-də də deyir ki, şəkildə mədə hansı rəqəmlə göstərilmişdir? Məlum məsələ, biz bu şəkilləri bilməliyik uşaqlar və biz bu şəkilləri diqqətlə kitabdan oxumalıyıq, bilməliyik ki, mədə necə göstərilir? Yəni mədə nə cür olur, forması, quruluşu, qaraciyər nə cür olur, bağırsaq nə cür olur və s. Burada da mədə 3 ilə göstərilib. Yəni cavab Y variantı. 26-ya baxırıq. Şəkildə 12 barmaq bağırsaq hansı rəqəmlə göstərilir? 12 barmaq bağırsaq uşaqlar mədənin artıq o çıxacağı var, qutaracağı artıq başlayır 12 barmaq bağırsaqla. Yəni burada da cavab 4 olacaq. 4 rəqəmi ilə göstərilir. 27. Həzm kanalının hansı şöbəsinin divarı üzvü maddələrin parçalanma məhsullarının sorulması prosesi üçün daha çox uyğunlaşmışdır? Uşaqlar, əsasən sorulma prosesi daha çox uyğunlaşıb nazik bağırsaqda. Çünki orada bildiyimiz kimi dedik ki, bayaqla dedik ki, 1 sm əsasən kvadratda 2500-ə qədər xovlar var idi. Yəni burada olacaq nazik bağırsaq. 28-ə baxırıq. 28-də deyir ki, iri həzm vəzləri həzm kanalı ilə necə birləşmişdir? İri həzm vəzləri həzm kanalı ilə axarlar vasitəsilə birləşir. Sinir çıxıntıları ilə əlaqəsi yoxdur. Qığırdaqla xeyir, limfa damarları ilə xeyir, əzələ lifləri ilə xeyir. Yəni burada xüsusi axacaqlar vasitəsilə birləşib. 28-də C variantı. Məsəl üçün deyirik, qaraciyərdən öd əsasən axarlar vasitəsilə 12 barmaq bağırsaq açılır və s. 29. Həzm sisteminin hansı şöbəsinin səthinin sahəsi daha böyükdür? Uşaqlar, burada da əsasən nazik bağırsaqdan söhbət gedir. Nazik bağırsağın səthinin sahəsi əsasən daha böyükdür. 30-a baxırıq. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə diş var? Uşaqlar,
3 sənəsinin sağ yarısında deyir. Ha, diqqətli olun. 3 sənəsində ümumiyyətlə desəydi 16 götürərdik. Əgər bunun bir tərəfində deyir, yəni sağ yarısında deyirsə, demək 16-nın yarısını götürürük. 8 dənə. Cavab Y variantı. 31-ə baxırıq. 31-də bizə deyir ki, məadaltı vəznin hazırladığı həzm fermentləri verilən qida maddələrinin hansıları parçalayır? Uşaqlar, parçalayır nələri? Karbohidratları parçalayır, yağları parçalayır, zülalları parçalayır. Baxırıq, saxaroza 1 karbohidratdır, zülaldır, bir də yağdır. Yəni 1, 2, 5. Cavab B variantı. 1, 2, 5 olan variant. 32-yə baxırıq. Məadaltı vəzi və qaraciyərin axarları həzm kanalının hansı şöbəsinə açılır? Məadaltı vəzinin və qaraciyərin axarları həzm kanalının əsasən nazik bağırsaq olan hissəsində açılır da. Biz bunu demişdik. Bayaq da dedim mən sizə. Nazik bağırsaq açılır. 33-ə baxırıq. Appendix həzm kanalının hansı hissəsinin çıxıntısıdır? Əlbəttə ki, kor bağırsağın. 33-də də cavab Y variantıdır. Bunlar siz kitabda yazılıb, yəni bunlar əzbəri olan bir şeydir. Yəni siz bunları oxumalısınız, bilməlisiniz. İnsanda 34-ə baxırıq. İnsanda həzm kanalının hansı şöbəsində zülalların parçalanması deyir ki, başlayır. Əsasən uşaqlar zülalların parçalanması, süd yağlardır, süd zülallardır və s. Bunlar əsasən başlayır harda? Mədədə başlayır. Yəni 34-də olacaq cavab A variantı. 35-ə baxaq. 35-ə baxaq. İnsanın həzm sisteminin hansı şöbəsində süd yağlarının həzmi başlayır? Bayaq da dedik, süd yağları, süd zülalları əsasən mədədə. 35-də C variantı. 36-ya baxırıq. 35-də C dedim, desən Y işarələdim. C variantıdır. 35-də C variantı. 36. Həzm kanalının hansı şöbəsində olan bakteriyalar bəzi vitaminlərin sintezində iştirak edir. Çox bakteriyalar, uşaqlar əsasən yoğun bağırsaqda olur. Və bu da K və B vitaminlərin sintez eləyir. Deməli olacaq yoğun bağırsaq. 36-da C variantı. 37. Həzm prosesi zamanı əmələ gələn zəhərli maddələrin əsas hissəsi hansı orqandan keçərək zərərsizləşir? Uşaqlar, qaraciyərdən. Qaraciyərdə əsasən maddələrin 95%-ə qədəri zərərsizləşir. Yəni qəbul etdiyimiz qidanın. Daha sonra qana keçir. Yəni burada cavab olacaq B variantı. 38-ə baxırıq. Həzm kanalının hansı şöbəsində zülallar, yağlar, karbohidratlar fermentlərin təsiri ilə nə olur? Deyir ki, parçalanır. Burada da cavab olacaq əsasən zülallar, yağlar, karbohidrat fermentlərin təsiri ilə parçalanır. Burada əsasən C variantı olacaq. Yəni nazik bağırsaqda olacaq. Aydın oldu. Yəni nazik bağırsaqda zülallardır, yağlardır, karbohidratlardır. Bunların hamısı nazik bağırsaqda nə olur? Parçalanır. 39-a baxaq. Bağırsaq xovlarından hansı damarlar çıxır? Uşaqlar, bağırsaq xovlarından yadınızda saxlayın. Ya da qeyd kimi aparın. Vena və limfa kapillyarları çıxır. Bax, bunu yadınızda saxlayın. Əsasən bağırsaq xovlarında tutaq ki, yağlar limfa damarlarından sovrulur. Limfa ilə birlikdə sağ qulaqcığa açılır. Yəni boş vena vasitəsilə, belə deyək, boş vena vasitəsilə əsasən qana qarışır da. Yəni burada olacaq limfa kapillyarları və vena. Bunu yadınızda saxlayın. Ya da qeyd kimi aparın bir yerə ki, yadınızdan çıxmaz. 40-a baxırıq. İnsanın mədə şirəsi haqqında düzgün olmayanı göstərin. Uşaqlar, insanın mədə şirəsindən tərkibində deyir ki, yalnız yağları parçalayır. Xeyr, yəni yalnız yağları parçalamır. Burada da cavab C variantı olacaq. Yəni burada düzgün olmayan yalnız yağları parçalamır axı mədədə, mədə şirəsi. Baxırıq 41-ə. İnsan orqanizmində üzvü maddələrin həzm olunması əsasən hansı orqanda başa çatır? Uşaqlar, nazik bağırsaqda əsasən başa çatır həzm olma, belə deyək, prosesi. Yəni orada əsasən zülallardır, yağlardır, karbohidratlardır. Artıq hamısı həzm olunur, həzm olunmağa, yəni bitir də, yəni nazik bağırsaqda bitir artıq. 42-yə baxırıq. Nazik bağırsağın xovlarının fəaliyyətinin azalması nəticəsində aşağıdakılardan hansı baş verir? Uşaqlar, nazik bağırsağın xovlarında nə üçün yararlıdır? Yəni əsasən maddənin sorulması üçün yararlıdır da.
Yəni bu əsasən xovların funksiyası zəifləsə, fəaliyyəti azalsa, yəni həzm olunmuş qida qana kifayət qədər sorulmaz. Çünki o xovlar sorulmada iştirak eləyir. Aydın oldu necə? Yəni burada cavab olacaq Y variantı. 43-ə baxırıq. 43-də bizə deyir ki, 16 yaşlı yeniyetmənin ağzında neçə diş olur? Uşaqlar, əsasən 16 yaşlı yeniyetmənin ağzında 28 dənə diş olacaq. Niyə 28 dənə? Çünki ağıl dişləri var. Sayı 4 ədəddir. Hər çənədə 2 dənə olur. Üstdə də 2 dənə sağ və sol hissəsində, altda da 2 dənə sağ və sol hissəsində. Yəni 4 dənədir. Bunlar isə 16 yaşdan sonra çıxmağa başlayır. Burada isə 16 yaşı deyir. 16 yaşında 28 dənə. Artıq 16 yaşından sonra isə o 4 dənələr çıxacaq. Yəni ağıl dişləri çıxacaq və eləcək sayı 32. Yəni 16 yaşındadırsa bunun ağzında 28 dənə diş olacaq. 44-ə baxırıq. 44-ə baxırıq. Aşağıdakı cərgələrdən hansında insandakı həzm kanalı şöbələrinin yerləşmə ardıcıllığı düzgün göstərilmişdir? Yəni deyir ki, həzm kanallarının ardıcıllığı düzgün göstərilib. Ağız boşluğu, udlaq, qida borusu, mədə, mədədən sonra nazik bağırsaq gəlir. Və burada yoğun bağırsaq gəlir. A səhvdir. Ağız boşluğu, qida borusu yox, udlaq sonra qida borusu. B də səhvdir. Ağız boşluğu, udlaq, mədə yox. Ağız boşluğu, udlaq, qida borusu sonra mədə. C də səhvdir. D-yə baxırıq. Ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və anus. Aha, cavab burada D variantı. C-yə baxmağa ehtiyac yoxdur. 45-ə baxırıq. Tuş mühitdə hansı yağ həzm olunur? Uşaqlar, tuş mühit haradır? Mədədə də süd yağı əsasən belə deyək də həzm olunacaq. Baxırıq 46-ya. Söylənənlərdən hansı mədaltı vəzi haqqında yanlışdır? Axacaqları 12 barmaq bağırsağa açılır. Bu düzdür. İfraz etdiyi fermentlər yağların, zülalların, karbohidratların parçalanmasını təmin edir. Düzdür. Karbohidrat mübadiləsinin yalnız xarici sekresiya karbohidrat mübadiləsində yalnız xarici sekresiya vəzi kimi iştirak edir. Bax, bu yanlışdır. Qarışıq vəzidir, düzdür. Karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak edir, düzdür. Yəni burada cavab olacaq C variantı. 47-yə baxırıq. İnsanın fərdi inkişafında əvəz olunmayan ancaq böyük azı dişləridir. Aha. İnsanın diş aparatında neçə süd dişi vardır? Baxın uşaqlar, görün necə çaşdırır bizi. Deyir ki, insanın fərdi inkişafında əvəz olunmayan ancaq böyük azı dişlərdir. Bunu başa düşdük. Bizə bunu sadəcə məlumat kimi verir. Yəni bunun testə bir aidiyyəti yoxdur. İnsanın diş aparatında neçə süd dişi vardır? Və bizə artıq buradan bir yana lazımdır. Yəni insanın fərdi inkişafında əvəz olunmayan ancaq böyük azı dişləridir. Bizə bir məlumat kimi qoyub bura. Yəni bunun testdə bir aidiyyəti yoxdur. Yəni biz testdə əsasən buradan bir yana baxacağıq. İnsanın diş aparatında neçə süd dişi vardır? Məlum məsələ 20 dənə də süd dişi vardır. Bəs desək ki, insanın ontogeni zamanı insanın ağzından nə qədər diş çıxır? Biz onu deyərik ki, ümumiyyətlə 52 dənə. Bunun 20-si süd dişidir, tökülür. Sonra yenidən daimi dişlərdən əvəz olunur və 32 dənə də daimi dişlər. Yəni ümumiyyətlə 52 dənə insan ontogeni zamanı insan belə deyək, ağzından dişi çıxır. Yəni növbəti testlərdə bəlkə də qabağımıza çıxacaq. 48-ə baxırıq. Mədaltı vəzinin fermentləri həzm kanalının hansı şöbəsindən, hansı maddənin təsirindən fəallaşır? Uşaqlar, biz deyirik ki, mədaltı vəzinin fermentləri həzm kanalının hansı şöbəsində, hansı maddənin təsirindən fəallaşır? Uşaqlar, mədaltı vəzinin fermentləri ödün təsirindən əsasən fəallaşır. Həzm kanalı isə 12 barmaq bağırsaqda ödün tökülür və artıq fəallaşmağa başlayır. Yəni burada cavab baxaq görək. D variantı. 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşır. 49-a baxırıq. Yetkin insanın daimi dişlərinin sayı ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişləri. Deyir ki, yetkin insanın daimi dişlərinin sayı. Yetkin insanda daimi dişlərin sayı 32 dənədir. Ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişlərinin sayına olan nisbəti. Ağıl dişləri əgər bunun çıxmayıbsa, demək bunun daimi dişləri 28 dənədir. Yeniyetmədən söhbət edirik. Bunu da indi ixtisar aparırıq. Əsasən nə qalır? 49-da qalır nə?
8 burada qalır. 7 də burada qalır. Yəni 8-in 7-yə nisbəti var cavablarda. B variantı. 49-da olacaq B variantı. 50-yə baxırıq. Yetişkin insanda normada alt çənədəki köpək dişlərinin sayını baxın. Alt çənədə köpək dişlərinin sayı nə qədərdir? 2 dənədir də. Bu çənədəki böyük azı dişlərinin sayına olan nisbəti. Bu çənədə böyük azı dişlərinin sayı isə 6 ədəddir. 3 dənə sağda, 3 dənə solda. Bunları da ixtisar aparsaq, qalacaq burada 1, burada da 3. 1-in 3-ə nisbəti var. 50-də də cavab A variantı. Növbəti günlərdə 50-dən sonraki testləri izah eləyərik. Ümid edirəm ki, siz üçün faydalı olar. Sağ olun uşaqlar.